Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah ve ala alihi ve ashabihi ecmain. Qalb tövhidin qərar tuttuğu, möhkəmləndiyi yerdir. Ebu Hureyre'den gelen hadis, o belə buyurdu ki, Peygamberimiz sallallahu aleyhi ve sellem deyildi ki, ya Resulallah, yani kıyamet günü senin şefaatine nail olacak kəs kimdir? Kıyamet günü sənin şəfaətinlə xoşbəxt olacaq kəs kimdir? Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, mən artıq zənn eləmişdim ki, ey Əbu Hüreyrə, bu hədisi məndən, səndən başqası soruşmayacaq. Yəni, səndən əvvəl heç kəs soruşmayacaq. O da səndə hədisi olan hərisliyə görə, səndə gördüyüm hədisi olan hərisliyə görə və Peyğəmbərimiz sallallahu əleyhi və səlləm cavab verir ki, qiyamət günü mənim şəfaətimə layiq olan, insanlardan mənim şəfaətimə layiq olan o kəs olacaq ki, La ilahə illallahı, yəni qəlbindən xalis olaraq deyəcək və yaxud öz nəfsində La ilahə illallahı, yəni xalis olaraq deyəcək. Yəni qəlbdən deyəcək La ilahə illallahı ixlasla. Başqa hədisdə Muaz, Allah ondan razı olsun, buyurdu ki, Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, kim La ilahə illallah, Muhammedur Resulullah şəhadətini verdiyi halda, yəni buna şahid olduğu halda ölərsə, yəni sadiq olaraq qəlbindən buna şahid olduğu halda ölərsə, cənnətə daxil olar. Ömər bin Xattab, Allah ona razı olsun, buyurdu ki, Resulullah sallallahu aleyhi ve sellem belə buyurdu. Müəzzin Allahu Ekber dediği zaman sizdən biriniz Allahu Ekber deyərsə, sonra o əşhədu ən la ilahə illallah deyəndə o da əşhədu ən la ilahə illallah deyərsə, sonra əşhədu ənə Muhammedur Resulullah deyəndə və əşhədu ənə Muhammedur Resulullah deyərsə, sonra hayyə aləs-salah deyəndə la havlə və la quvvətə illə billah deyərsə, hayyə aləl-fəlah dediyi zaman la havlə və la quvvətə illə billah deyərsə, sonra Allahu Ekber dediyi vaxt, o da Allahu Ekber deyərsə, sonra da la ilahə illallah dediği zaman La ilahe illallah deyərsə və bunun qəlbindən söyləyərsə cənnətə girər. Və müminin qəlbi tövhidin, yəni qərar tutduğu, möhkəmləndiyi yerdir. Allaha olan sevginin, Allaha tanımağın, Allaha olan imanın möhkəmləndiyi, qərar tutduğu yerdir. Və bu şeylərlə, yəni tövhidin qəlbdə qərar tutması ilə Allaha olan sevgi, Allahı tanımaq, Allaha olan iman, bu şeylərlə qəlb, yəni təmizlənir. Çünki orada Allahdan başqa haqq məbudun olmadığı var. Yəni o şey oradan qəlbdə Allahdan başqa haqq məbud yoxdur. Və orada yalnız Allahın haqq məbud olduğu orada ispat olunur həmin qəlbdə. Və bu da deyir ki, La ilahə illallahın həqiqətidir. Yəni insan müminin qəlbində Allahdan başqa haqq məbudun olmaması və orada yalnız Allahın haqq məbud olması orada sabit olarsa və bu da La ilahə illallahın həqiqətidir. Və bu da qəlbin əldə etdiyi ən üstün bir şeydir. Qəlbin əldə etdiyi şeylər içərisində ən üstünüdür. Yəni, nəfslərin qazandığı şeylər içərisində ən üstünüdür. Və şək yoxdur ki, ən əzəmətli məqsədlər və ən uca
hədəflər Allah Taalanı yəni təkləşdirməkdir ibadətdə. Göylərin və yerlərin Rəbbi olan Allah Taalanı təkləşdirməkdir. Onun təkliyini iqrar eləməkdir. Onun təkliyini, yəni Allahın ibadət tək olduğunu etiqad eləməsi. Və bu ilə Allaha, yəni zəlil olması, Allah üçün Allaha boyun əyməsi, Allah üçün sınması və özünü Allaha təslim etməsi, onun qarşısında zəlil olaraq, yəni ona olan rəğbəti ilə, ondan olan qorxusu, ona olan ümidi, ona etdiyi səcdə, ona etdiyi ruku və dini yalnız ona aid etməsi ixlasla və həmçinin bütünlüklə şirkdən uzaq durması. Və budur insanın yarandığı, yarandığı ən böyük, yəni özü üçün insan yarandığı, yəni və budur ən böyük qayə, hansı ki insan ondan ötürü yaradılıb. Və bu həqiqəti, yəni yerinə yetirməkdən ötürü insan yaradılıb. Necə ki Allah Teala buyurur ki: "Və mən xalaqtul cinne vel insa illə liya'budun." Mən cinləri və insanları yalnız mənə ibadət etməkdən ötürü yaratmışam. Və o qayədir ki, Allah Teala ondan ötürü, yəni tövhid, Allahı ibadətdə təkləşdirmək, o elə bir qayədir ki, Allah Teala ondan ötürü elçilər göndərib, peyğəmbərlər göndərib və ondan ötürü böyük və əzəmətli kitabları indirib ki, La ilahə illallah kəlməsi həyata keçsin deyə. Necə ki, Allah Teala buyurur ki, biz artıq hər bir ümmətə elçi göndərdik ki, yalnız Allaha ibadət edin və tağutlardan uzaq durun. Və Allah Teala başqa ayədə deyir ki, səndən əvvəl göndərdiyimiz hər peyğəmbərə, hər elçiyə yəni vəhy etdik ki, ondan başqa haqq məbud yoxdur, yalnız Ənəhu la ilahə illə ənə, məndən başqa haqq məbud yoxdur və yalnız mənə ibadət edin. Və bu ən əzəmətli nemətdir. Ən əzəmətli nemət hansı ki, Allah Taalanın, yəni qulları üzərinə, yəni endirdiyi nemətlər içərisində ən uca nemətdir. Allah Taalanın ibadətini təkləşdirmək. Və Nəhl surəsi, onun əvvəlinə gələn ayə var. Bu da Nəhl surəsinin nemətlər surəsi. Allah Teala deyir ki, Allah Teala mələkləri, yəni vəhy ilə endirir, öz əmri ilə endirir, yəni qullarından, yəni istədiklərinə endirir ki, xəbərdar edin ki, yəni uyarın ki, ondan başqa haqq məbud yoxdur. Yəni Allah Teala buyurur ki, məndən başqa haqq məbud yoxdur. Onlara xəbərdar edin ki, məndən başqa haqq məbud yoxdur, yalnız məndən qorxun. Və deyir, bu surada zikr olunan ən əvvəlki, yəni surada ən əvvəl zikr olunan nemətdir. Və bu da dəlalət edir ki, insanın, yəni Allahı ibadətdə təkləşdirməsi, Allah Taala'nın ona bəxş etdiyi nemətlər içərisində ən böyüyüdür, ən ucasıdır. Allah Taala qullarına, yəni bol-bol endirdiyi yəni nemətləri çoxdur və bu da o nemətlər içərisində ona bəxş olan ən böyük nemətdir. Allah Taala deyir ki: "Və əsbəğə aleykum ni'mətəhu zahiratan və batinatan." Allah sizin üzərinizə öz nemətlərini bol-bol indirdi, həm zahiri nemətləri, həm də batini nemətləri. Mücahid Rəhməhullah bu ayə barəsində deyir ki, bu Allah Taala'nın, yəni qullarına indirdiyi nemət, bu la ilahə illallahdır. Sufyan ibn Uyeynə Rəhməhullah deyir ki, Allah Taala mə ənəməllah alə abdi minəl ibad, Allah Taala'nın qullarına, yəni qullarının hər birinə Allah Taala'nın indirdiyi, yəni verdiyi nemət
Yəni ən uca nimət odur ki, Allahın onları özünü tanıtması, la ilahe illallahı, yəni qullara tanıtması, Allah Taala'nın qullara yəni verdiyi ən böyük nimətdir, ən uca nimətdir. Və tövhid elə bir şey, Allah Taala'nın ibadət təkləşdirmək elə bir şeydir ki, o ilə yəni qulun qəlbinə həyat verilir, həqiqi həyat. Və qəlbə onun dolması, qəlbin, yəni Allahı ibadətlə təkləşdirməyin qəlbə dolması, Allah Taala'nın razılığı var və həmçinin o ilə cənnətin, yəni nemətlərin əldə olunması vardır. Və tövhidsiz olan həyat da deyir ki, yəni Allah Taala'nın ibadətə təkləşdirməmək və bu ilə olan həyat da deyir ki, yəni heyvanların həyatı kimidir. Necə ki, Allah Taala deyir ki, İnhum illə kəl'an'am bəlhum adallu səbilə. Onlar heyvanlar kimidirlər, hətta onlardan daha azındılar. Və deyir ki, tövhidi itirən, Allah Taala'nın ibadətə təkləşdirməyi itirən sanki bir meyitdir. Hətta yer üzərinə gəlsə də, amma tövhidi həyata keçirən, la ilahe illallah kəlməsini həyata keçirən həqiqi həyatı yaşamış kimidir. Çünki Allah Teala deyir ki, "Və kənə meytən fəhyeynahu." Yoxsa o kəsmi ki, yəni ölü idi və biz ona həyat verdik. Yəni biz ona həyat verdik, ona iman həyatı verdik. İmanla və Allah Teala'nın ibadətdə təkləşdirməklə ona həyat verdik. Allah Teala deyir ki, "Ya eyyuhellezine amenu istacibu lillahi və lirrasul iza da'akum lima yuhyikum." Ey iman gətirənlər, Allaha və onun elçisinə cavab verin. Ona icabət edin. Sizi çağırdıqları vaxt, yəni sizə həyat verən şeyə sizi çağırdıqları vaxt Allaha və onun elçisinə icabət edin, yəni onlara cavab verin. Dedi ki, tövhid elə bir şeydir ki, tövhid vətənlərin əminamanlığı tövhidlə hasil olur və bədənlərin rahatlığı, onların insanın xoşbəxtçiliyi tövhidlə hasil olur. İnsanın ibadətdə Allah Taala'nın təkləşdirməsi ilə hasil olur. Allah Teala deyir ki, "Ellezine amenu və lem yelbisu imanahum bizulmin." O kəslər ki, iman gətirdilər və imanlarını zülmlə qarışdırmadılar. Ulaika lahumul amn və hum muhtedun. Onlar üçün hidayət vardır. Onlar üçün əminamanlıq vardır və onlardır hidayət olmuşlar. Yəni onlara həm bu dünyada əminamanlıq var, həmçinin də axirətdə onlar üçün yenə əminamanlıq vardır. Qəbirdə olsun, yəni qiyamət günü gözləmək olsun və Sırat körpüsündən keçmək olsun. Yəni, qiyamət günü axirət həyatında yəni onlar üçün əminamanlıq vardır. Allah Teala deyir ki, "Va'adallahu ellezine amenu minkum ve amilussalihati." Allah Teala sizdən iman gətirib salih əməllər işləyənlərə vəd elədi. Onların yer üzərinin varisləri olacağını Allah Teala onlara vəd elədi. Ki Allah Teala onları yer üzərinin varisləri edəcək, necə ki özlərdən əvvəlkiləri yer üzərinin varisləri etdiyi kimi. وَلَيُمَكِّنَنَّ لَهُمْ دِينَهُمُ الَّذِي ارْتَضَى لَهُمْ və onlar üçün möhkəmləndirəcəkdir. Onların dinlərini, hansı ki Allahın razı qaldığı dini onlar üçün möhkəmləndirəcək. وَلَيُبَدِّلَنَّهُمْ مِنْ بَعْدِهِ خَوْفِهِمْ əmnə və onlara qorxularından sonra onları yəni əminamanlıqla əvəz edəcək. يَعْبُدُونَنِي لَا يُشْرِكُونَ بِي شَيْئًا Mənə ibadət edərlər və mənə heç nəyi şərik qoşmazlar. Və bu halda, yəni Allahı ibadətə təkləşdirmək, bu halda, yəni həqiqətən əminamanlıq var burada. Yəni əminamanlıq bu ilə hasil olur. Sonra ki, tövhid elə bir şeydir ki, insanın xoşbəxtçiliyi, onun nəfsinin arxayın olması və qəlbinin rahat olması bu inandır. Allah Teala deyir ki, "Mən amilə salihan min zəkerin əv untə
وهو مؤمن فلنحيينه حياة طيبة وَلَنَجْزِيَنَّهُمْ اَجْرَهُمْ بِأَحْسَنِ مَا كَانُوا يَعْمَلُونَ. İstəyir kişi olsun, istəyir qadın olsun, salih əməl işləyən, istər kişi olsun, istər qadın olsun, yəni iman gətirdiyi halda salih əməl işləyən, istər qadın olsun, kişi olsun, Allah da deyir ki, biz ona xoş həyat verərik və onu mükafatlandırarıq mütləq, yəni etdiyi ən yaxşı əməlləri səbəbi ilə. Və deyir ki, tövhid elə bir şeydir ki, Allahı ibadətə təkləşdirmək elə bir şeydir ki, o ilə günahların zülmətləri və qəlbdə olan xəstəliklər yəni yoxa çıxır. Darmadağın olur və yoxa çıxır. İbn-i Qayyum Rahimullah deyir ki, bil ki, La ilahe illallahın o şuaları deyir. La ilahe illallahın şuaları o günahın o tüstü dumanını yəni yoxa çıxarır. Və tövhid elə bir şeydir ki, qəlbdə olan o pis fikirləri və orada olan vəsvəsələri oradan qovur, oradan çıxarır. Və orada olan alçaq fikirləri və qəlbə arxayınlıq hasil olur və insana yəni sakitçilik, rahatçılıq hasil olur. Çünki Allah təala deyir ki, yəni o hər birimizin bildiyi surələr deyir. Qul əuzu bi rabbin nas, məlikin nas, ilahin nas. Deyək ki, sığınıram insanların Rəbbinə, insanların məlikinə, ağasına, padşahına, insanların ilahinə sığınıram. Və bu da Allah Taala'nı ibadətə təkləşdirməkdir. Və o ilə də min şərril vəsvasil xannas, yəni xannəsin vəsvəsəsinin şərri, yəni bu ilə insandan uzaqlaşır, yoxa çıxır. Əl-ləzi yuvəsvisu fi sudurin nas minəl cinnəti vən nas, hansı ki insanların sinələrində vəsvəsə verir, o da cinlərdən də olur, insanlardan da olur. Və Allah Teala hər birimizi yəni tövhid və sünnə üzərində yaşatsın və axırımızı da yəni o üzrə Allah Teala ruhumuzu alsın. Həqiqətən tövhid və sünnə insanın ibadəti Allah Teala'nın təkləşdirməsi və bu ilə yanaşı yəni sünnəni düzgün şəkildə yaşaması yəni insana xoşbəxtlik olaraq yəni kifayət eləyər. Əlində başqa nemətlər olmasa da xoşbəxtlik olaraq bu şey kifayət edər. Subhanakallahumma və bihamdika əşhədu an la ilahe illə ente, estağfiruka və etûbü ileyk.